Bir gün bir adam dərdini danışmaq üçün müdrikin yanına gəlir və belə deyir: "Həyat yoldaşımı ilk dəfə görəndə Allah bundan gözəlini yaratmamışdır" dedim. Şanlandıktan sonra onun kimi çox qadınlar olduğunu fərq etdim. Evləndikdən sonra ondan daha da gözəl qadınların olduğunu fərq ettim. Evliliğimizdən bir neçə il sonra isə tüm qadınların həyat yoldaşımdan gözəl olduğunu gördüm. Müdrik adam qarşısındakını diqqətlə dinlədikdən sonra ona belə deyir: "Övladım, sənə bundan da dəhşətli bir şey deyəcəm. Əgər sən dünyanın bütün qadınlarıyla evli olmuş olsaydın, küçədə gəzən sahibsiz itləri qadınlardan daha gözəl görərdin." Gənc adam təəccüb və çaşqınlıq içində "Niyə belə düşünürsüz?" deyə müdrikdən soruşur. Müdrik cavabında belə deyir: "Çünki problem sənin həyat yoldaşında deyil. Bir insanın acgöz nəfsi, harama baxmaqdan doymayan gözləri, Allahdan utanmayan qəlbi olarsa, onu ancaq qəbir torpağı ilə doyurmaq olar."